Hörmətli tamaşaçılar, Realda Qida Verilişinin bugünkü buraxılışında biz Ramazan ayında qidalanmadan danışırıq. Mənim qonağım Qida Təhlükəsizliyi İnstitutunun eksperti, diyetoloq Tutu xanım Zeynalovadır. Salamlayıram sizi, xoş gördük. Xoş gördük. Bugün çərşənbədir, o çərşənbəniz də mübarək olsun. Təşəkkür edirəm sizə. Həm çərşənbə ilə bağlı hansı qidalanma tövsiyələriniz var, onları da zəhmət olmasa çatdırarsınız. Eyni zamanda əsas mövzumuz bilirik ki, Ramazan ayıdır. Ramazan ayında ümumiyyətlə qidalanmanın əsas prinsipləri nədən ibarətdir? İftar zamanı, imsak zamanı necə qidalanaq? Buyurun, söz sizdə. Əslində bu il Ramazan ayında bizim bu aclıq pəncərəmiz çox uzun müddət olmadığı üçün, cəmi 12-13 saat olduğu üçün düşünürəm ki, rahat orucumuzu tuta biləcəyimiz aylardandır. Sadəcə burada istənilən halda qidalanmaya fikir vermək lazımdır. İmsakda mütləq oyanmaq lazımdır. Bəzən insanlar deyir ki, mən imsakda yemək yeyə bilmirəm. Ola bilər, yemək yeməsəniz belə, amma su içmək üçün oyanmaq lazımdır. Çünki ən böyük yaşadığımız problemlərdən biri bədənin susuzluğuna bağlı olan şikayətlərdir ki, bu baş ağrısı, gün ərzində davam edən halsızlıq, əmək qabiliyyətinin aşağı düşməsidir. Xüsusilə çalışan insanlarda biz bu şikayətləri görürük. Buna görə mütləq imsakda oyanırıq və heç olmasa suyumuzu içirik. Qidalanmaya gəldikdə isə imsakda bizi gün boyu tox tutan zülaldan zəngin qidaların olması tövsiyə olunur və həzm sistemini, bağırsaqlarımızı dəstəkləyən liflərdən zəngin qidalar, yəni tərəvəzlərin olması tövsiyə olunur. Yeməyin sonunda bir porsiya meyvə də yeyə bilərik. Birdən-birə çox su içməyin mənası yoxdur. Bəzi insanlar durur imsakda 1 litr yarım su içməyə çalışır. Buna özünüzü məcbur etməyin. Ehtiyac yoxdur. Çünki o çox içdiyiniz su yarım saat, 1 saat ərzində bədəndən xaric olacaq. Yəni o susuzluğunuzu gün ərzində daha belə dolğun özünüzü hiss etməyinizi təmin etmir. 2 stəkan su içməyiniz belə kifayət edəcək imsakda. Yəni imsakda xüsusilə də nəzərə alsaq ki, bu il Ramazan ayı həm də Novruz bayramı ərəfəsindədir və bugün də çərşənbədir. Bizim təbii ki, evimizdə artıq şəkərbura, paxlava, qoğal bişirir ki, bəzi insanlar da imsakda bu qidalardan istifadə edirlər ki, bu arzu olunan deyil. Çünki qan şəkərimizi sürətlə yüksəldəcək və gün boyu özümüzü halsız, yorğun hiss edəcək, baş ağrısı hiss edəcək, daha sonra dumanlı beyin, diqqətimizi cəmləməkdə çətinlik kimi problemlərimiz olacaq və aqressiv olacaq. Lap deyək ki, qoğal yemiş olsanız belə, öncəsində bir yumurta yeyin və yaxud qoğalın yanında kəsmi, şor kimi qidalardan istifadə edin ki, zulalla bərabər olduğu zaman qan şəkərinizi çox sürətlə yüksəltməz. İkinci bir məsələ iftarda. İftarda da eyni. Orucumuzu açdıqdan sonra fasilə, bu çox önəmlidir. Ən çox da gözdən qaçan məqamdır ki, fasilə vermirik. Dərhal, yəni aşırı qida ilə mədəmizə, həzm sistemimizi biz yükləyirik və sonra da iftardan sonra biz deyəndə ki, çıxın bir yarım saat 40 dəqiqə piyada gəzin, deyirlər, axı halım olmur. Bunun da səbəbi odur ki, çox yeyirik, mədəmizi çox yükləyirik. Buna görə də orucunuzu xurma və ya zeytun su ilə açdıqdan sonra şorbanızı içdiniz, bir 15-20 dəqiqə, olmadı, heç olmasa 10 dəqiqə fasilə verin. Bu arada ibadətinizi edə bilərsiniz. Daha sonra ana yeməyə qayıdın. Ana yeməkdə də yenə zülaldan zəngin, həftədə 2 dəfə balıq, 2 dəfə toyuq, 2 dəfə qırmızı ət, bir gün paxlalılar günü edə bilərsiniz, ətsiz gündə edə bilərsiniz, bitki tərkibli mənşəli, bitki mənşəli zülallardan istifadə edə bilərsiniz. Bol yaşıllıqlı salat, bol tərəvəz, bişmiş tərəvəzlər də ola bilər. Çiğ tərəvəzlər sizi narahat edirsə, həzmsizlik köp verirsə, amma tərəvəz mütləq olsun və qarnir olaraq da, yəni bu qarabaşaq ola bilər, düyü ola bilər, bulgur ola bilər, daha sonra əgər kartof da istifadə edə bilərsiniz, püre şəklində də ola bilər. Sobada bişmiş də ola bilər və ya 1-2 dilim çörək də ola bilər. İstəyə görə olmaya da bilər. Burada əsas məsələ yeməklərin bişirilmə qaydasıdır ki, aşırı duzlu olmasın, yeməklərin yanında şorabalardan istifadə etmək, aşırı souslu qidalar olmasın. Xüsusilə də mən restoranları özümüzü tutub demək istəyirəm ki, yeməkləriniz çox duzludur. Xahiş edirəm, duzu azaldaq. Çünki normadan artıq duz istehlakı həm ürək-damar xəstəlikləri, hipertoniya riskini artırır, həmçinin Ramazan boyu bizim susuzluq hissimizi daha da artırır. Buna görə də onsuz da bu souslarda, qidaların yanında, qidalara əlavə etdiyiniz souslarda kifayət qədər duz və şəkər var. Ekstradan da yeməkləri çox duzlu etməyin. Bizim izləyicilərimizə, tamaşaçılarımıza tövsiyəm ondan ibarət olardı. Əgər restoranda yemək yeyirsinizsə və hər hansı bir souslu yemək sifariş vermişsinizsə, xahiş edin ki, sousu sizin yanınızda, sizə yeməyin yanında versinlər. O zaman siz istədiyiniz qədər az-az əlavə edərsiniz və aşırı kalori də qəbul etməmiş olarsınız. Həmçinin də orqanizm üçün ziyanları minimuma endirmiş olarsınız. Yenə iftardan imsaka qədər su içməyi unutmuruq və iftarda da, yəni iftar süfrəsində də çalışın ki, şirin içkilər olmasın, təbii meyvə şirəsi olsa belə olmasın.
qazlı şirin içkilər xüsusilə olmasın. Yəni ancaq su içirik. Onsuz Ramazandır. Ramazanla Novruz bayramı üst-üstə düşür. Onsuz biz şirin ehtiyacımızı artıqlamasıyla şəkər buralardan, paxlavalardan ödəyəcəyik. Buna görə də yaxşı olar ki, Ramazan süfrəsində ancaq su içək, minimum şəkəri minimuma yendirək və şirniyyat yeyəcəksə belə bu həftədə 1-2 dəfə südlü şirniyyat olsun və ana yeməkdən bir saat sonra olsun və mütləq sağlamlıqdan danışırıqsa, iftardan sonra 15-20 dəqiqə, yarım saata qədər minimum yaxşı olar ki, biz piyada gəzək. Bu həm həzmimizi dəstəkləyəcək, yəni daha rahat həzm edəcək yediyimiz qidaları və yuxuya getməyimizi də asanlaşdıracaq və imsaka da daha aydın zehinlə oyanacağıq, daha özümüzü gümrah hiss edəcəyik gün boyu və ala biləcəyimiz çəkinin də qarşısını almış olacağıq. Tutuq xanım, sadaladığınız bu qidaların qəbulu ümumiyyətlə enerji balansını qorumağa kifayət edirmi? Bir də ki, ümumiyyətlə həm imsakda, həm də iftarda ən çox yol verilən səhvlər nədən ibarətdir? Əslində enerji ehtiyacımızı ödəyir. Mən deyərdim ki, artıqlaması ilə ödəyir. Çünki müasir insanın hərəkətsiz olduğunu nəzərə alsaq, o qədər enerjiyə ehtiyacımız da yoxdur. Əsas burada qidanın keyfiyyətidir. Yəni məsələ tərəzidə gördüyümüz çəki deyil. Məsələ bizim metabolik sağlamlığımızdır ki, biz yediklərimizlə yaxalana biləcəyimiz xəstəliklərin qarşısını alırıqmı? Xəstəliklərin profilaktikasında qidalarımız, yəni bu boş kalorilər olmamalıdır. İmsakda ən çox olunan səhvlər ondan ibarətdir ki, biz axşamdan qalan yeməkləri bəzən imsakda yeyirik, bu arzu olunan deyil. Şirin şəkərli qidalar və yaxud bəzən bir kurabiyə ilə çay içim, yemək istəmirəm deyib, hansısa bir şirniyyatla, axşamdan şirniyyat masasından qalan hər hansı bir şirniyyatla səhər çay içirik ki, o anlıq bizi xoşbəxt edir, özümüzü yaxşı hiss edirik, amma daha sonraki saatlarda əksinə, bəli, həm tox tutmur, həmçinin də çox halsız hiss etdirir gün ərzində. Yəni ən yaxşısı yumurtadır, fərqli variantlarda bişirin. Bir gün soyutma eləyin, bir gün pomidor yumurta eləyin, bir gün kükü eləyin, bir gün göz yumurta eləyin, bir gün qiymənin üstünə yumurta vurun, artıq 5 günümüz getdi. Bir gün yulaf eləyin, məsələn yumurtalı, yulaflı pankeyk eləyə bilərsiniz, ilahda nəsə desert kimi nəsə bir şey istəyirsiniz səhər yeməyində. Yəni alternativlər çoxdur. Şükür Allah, informasiya dövründə yaşayırıq. İstər süni intellekt, istər YouTube, istər digər sosial şəbəkələrdə kifayət qədər çeşidli, fərqli çeşidli reseptlər var ki, biz imsakda fərqli qidalarla sağlamlığımızı qoruya bilərik. Yəni şəkərli qidalar olmasın. İkinci səhv ondan ibarətdir ki, imsakda həddindən artıq çay və qəhvə istifadəsi. Çünki çay və qəhvə bədəndən suyu atır deyə susuzluq hissimizi artıra bilər. Buna görə də açıq çay, limonlu istifadə edə bilərsiniz. Amma qəhvə çox tövsiyə etmirəm. Çox sevirsinizsə iftardan sonra, əgər yuxunuzu çox pozmazsa, iftardan sonra kofe sevən biri kimi bilirəm ki, bəli, istəyirik. Əslində faydalıdır da həmçinin qəhvə bizim orqanizmimiz üçün həm qaraciyərimizi dəstəkləyir, həm toxluq hissimizi artırır, həm enerjimizi yüksəldir, həm konsentrasiyamızı cəmləməyə, diqqətimizi cəmləməyə kömək edir. Ona görə iftardan sonra, ana yeməkdən bir müddət sonra bir fincan kofe istifadə etmək olur. Amma səhər olunan səhvlər bunlardır. Axşam iftarda olunan səhvlər ondan ibarətdir ki, çox yağlı qidalar istifadə edirik, çox yağda qızarmış qidalardan istifadə edirik ki, bu da həm bizim həzmimizi çətinləşdirir, həmçinin də ekstradan bir kalori almış oluruq ki, Ramazandan sonra ayman mən necə oldu kökəldim deyə biz sonra şikayətləməyə başlayırıq. Xüsusi qruplar var. Məsəl üçün şəkərli diabet xəstələridir, təzyiqdən əziyyət çəkənlər, mədə xəstəlikləri olanlar. Onlara tövsiyələriniz nə var? Ümumiyyətlə hər hansı bir xronik xəstəliyiniz varsa, mütləq oruç tutursunuzsa, müalicə həkiminizlə məsləhətləşin. Çünki xronik xəstəliyi olan insanların mütəmadi qəbul etdiyi dərmanlar var. Bu istər şəkər xəstəsi olsun, istər hipertoniklər olsun, istər deyək ki, hansısa bir başqa xronik xəstəliyi olan insanlar olsun. Çünki həkiminiz sizin dərmanlarınızı iftar və imsak arasında təyin etməlidir ki, hansı saatda içməyiniz sizə tövsiyə olunur. Ümumiyyətlə sizə olarmı oruç tutmaq yoxsa olmaz? Bu məsələlərdə diqqətli olmaq lazımdır. Çünki əgər nəzarətsiz şəkər varsa, insulin istifadə edirsə, o zaman yəni gün ərzində yaşayacağı şəkər dalğalanmalı ciddi problemlər yarada bilər, komaya qədər aparıb çıxara bilər. Həmçinin də hipertoniya əgər korreksiya olunmursa,
ciddi problemlər yarada bilər, hipertonik krizə qədər gətirib çıxara bilər. Buna görə də oruç tutmaq təbii ki, ibadətdir, yaxşıdır, nəfsimizin tərbiyə olunmasıdır. Amma burada yəni Allahın ən böyük əmanəti bizim canımızdır, onu qorumaq lazımdır. Özümüzə zərər vermədən orucumuzu tuta bilərik. Deyərdim ki, mədə orucu ən asan orucdur, ən əsası bizim mənəvi də oruc olmağımızdır ki, bu ayda digər xeyir işlər görərək, xeyirxah əməllərimizlə belə deyək, ibadətimizi tamamlaya bilərik. Əgər hər hansı bir sağlamlıq problemimiz bizə imkan vermirsə oruç tutmağa, özünüzü məcbur etmək, sağlamlığınızı riskə atmağa ehtiyac yoxdur. Müxtəlif fikirlər var. Bəziləri deyir ki, ac qalmağın özünün də faydaları var. Siz necə düşünürsünüz? Bu son illər yayılan aralıqlı oruç pəhrizindən sonra, intermittent fasting diyetindən sonra çox belə gündəmə gəldi ki, ac qalmaq, uzun müddət ac qalmaq daha çox arıqladır, daha çox belə deyək, özümüzü yaxşı hiss edirik. Bəli, burada nə üçün baş verir? Uzun müddət aclıq bizim orqanizmə faydalıdırmı? Faydalıdır. Hər kəsə faydalıdırmı? Deyil. Niyə deyil? Ola bilər ki, hansısa bir xəstəliyi var. Məsələn, depressiv xəstələrə, psixi problemləri olan insanlara o qədər ac qalmaq olmaz. Çünki bəzən bu aralıqlı orucdan sonra biz qida davranış pozuntusu kimi problemlər görürük. Tıxanırcasına yemə sindromu və s. Əsas məsələ, siz aralıqlı oruc etsəniz də, gündə 3 dəfə də yesəz, 5 dəfə də yesəz, əgər gündəlik kalori defisitində deyilsinizsə, ehtiyacınız olduğundan daha çox qida qəbul edirsinizsə, bir dəfə də yesəz kökələcəksiniz. Amma kalori balansına diqqət yetirirsinizsə, ehtiyacınız olan enerjidən daha çox qəbul etmirsinizsə, gündə 5 dəfə də yesəz, arıqlayacaqsınız. Buna görə kalori defisiti bizim üçün vacibdir. Yəni, elmi çalışmalar da göstərdi ki, aralıqlı oruc bəzən xolesterin problemi, hiperxolesterinemiya olan xəstələrdə, dislipidemiya olan xəstələrdə faydalı ola bilər. Diabetin nəzarətində faydalı ola bilər, amma arıqlamaq üzərində, yəni kalori defisiti ilə müqayisədə elə bir ciddi fərq görmədiyi üçün, burada daha çox elmi çalışmaya ehtiyac olduğu üçün, yəni hamıya aralıqlı oruc faydalıdır, hamıda %100 nəticə verəcək deyə bir şey yoxdur.